Kalsinatlar prostatda artıq əmələ gəlibsə, bu insan hərəkətini artırmalıdır. Birinci növbədə mütləq. Çalışın həftədə 1-2 dəfə futbol oynayın və yaxud da qaçın. Həftədə 1-2 dəfə 1 saat ya qaçın və yaxud da gedin futbol oynayın. Bu çox vacibdir. Kalsinatların əmələ gəlməsinin qarşısını almaq üçün. Birinci növbədə hərəkət. İkinci növbədə prostat vəzi üzərinə zəli qoydura bilərsiniz. Mütəxəssislərimiz var, onlar qoyurlar. Həftədə 3 dənə, ümumən bir hərdəsə təxminən 30 dənə, 33 dənə zəli qoyursunuz prostatın düz üstünə. Bu ikinci müalicəmiz. Sonra biz anal şam hazırlamışıq. Ondan 30 ədəd alırsınız, fitoklublarda var. Hər axşam bir dənəsini düz bağırsağa qoyursunuz. Bu 3. Və bir də deməli gedin bazardan 1-2 kilo, 3 kilo açsız lap yaxşıdır. Şabalı da alın, gətirin evə, qabıqlı şabalı. Onu qəşəng qırın, toxum qabıqlarını götürün, için istifadə eləyin. İçin elə pingvin kulokunu töküb qoyun xaldeyində donulu qalsın, aşızda zadıza istifadə eləmək olur. Bax o qabıqlardan gündə 3 dəfə təxminən bir 7-8 ədəd şabalı qabığını götürürsün. 10 ədəd olsa lap yaxşı. 3 stəkan suyun içine atın, qaynadın. Bax onda suyun için. Birini səhər, birini gündüz, birini axşam için. Və salam. Bunları eləyin inşallah. Ondan sonra o qutarandan sonra bir təxminən hərdəsə bu müalicə bir 2 ay, 3 ay yaxın geçsin. Bir də gündə 2 dəfə səhər axşam. Bir xörək qaşığı səhər, bir xörək qaşığı axşam qarazirən yağın için ac qarnına. 3 ay bu müalicəni eləyin. Bundan sonra bir yoxlatdırın, baxın görün prostatınız necə gözəl olacaq inşallah.